Artıq bir neçə gündür prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu akt əsasında təkcə 5 minə yaxın məhkum cəza çəkmə müəssisələrindən azadlığa buraxılacaq. Bəs amnistiya aktı indiyə kimi həbs edilən keçmiş icra başçılarına kiməsə aid edilə bilərmi? Bölgə TV Qafqaz Info istinadən xəbər verir ki, içəridəki eks-icra başçılarından yalnız Neftalanın sabiq icra başçısı İsmail Vəliyev amnistiya aktından faydalana bilər. Ona görə ki, Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb. Amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. Bunu nəzərə alsaq, yaxında İsmail Vəliyev də azadlığa çıxa bilər. Uzun illər Neftalanın icra başçısı işləmiş Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi. 2 gün əvvəl o amnistiya ilə azadlığa çıxdı. İcra başçısı işləyərək sonradan həbs edilən William Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alim Paşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər. Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rızayevin cinayət işi isə hələ ki ibtidai istintaq dövründədir. Qeyd edək ki, Ədliyyə Nazirliyi amnistiya aktını 4 ay ərzində icra etməlidir. Rəna Rövşənqızı, BTV.